2500 ildən çox yaşı olan xalçaçılıq sənətinin qaydalarını dəyişən rəssam Faiq Əhməd. Bu rəssam üçün ənənə sadəcə təkən aldığı bir başlanğıc nöqtəsidir. Əsərləri beynəlxalq səyyar sərgiyə daxil edilən rəssamın hazırda dünyanın 5 ölkəsində sərgiləri keçirilir. Amerika Birləşmiş Ştatları, Hindistan, Çin və Avropa ölkələrində Azərbaycan xalçaçılıq sənətini təmsil edən gənc ənənəvi xalçaçılıq janrının müasir və tam fərqli istiqamətini yaradır. Bu xalçalarda şərqin qədim ənənələri ilə qərbin müasirliyi uzlaşır. Nəticədə ortaya maraqlı bir iş çıxır. Bu əslində tək xalçadan yox, bu ümumiyyətlə ənənədən söhbət gedir. Yəni nəsə bir dəyişilməz bir şey qalanda və yaxud çox yavaş halda bir dəyişilən bir şeylər qalanda və onun dəyişilmək prosesini göstərmək. Bu eybəcər də görsənə bilər sözsüz ki. Məsəl üçün bu mütləq deyil ki, bu gözəl bir dəyişiklik olmalıdır və bəlkə dəyişikliyin gözəlliyi və hansı bir xeyri və qeyri-xeyri bilinmir heç vaxt. Yəni bu dəyişilməyənə kimi bilinməyəcək ki, bu lazım idi və yaxud yox. Xalça sənətində inqilab edən azərbaycanlı rəssam özü xalça toxumasa da, çəkdiyi müasir və qeyri-ənənəvi xalça nümunələrini yaratmaq üçün hətta bu sənətin incəliklərinə yiyələnməli olub. Çünki adi xalçadan fərqli olaraq bu sənət əsərlərinin toxuma texnologiyası da ənənəvi toxuculuqdan fərqlənir. Birincisi, bu çətin məsələ. Ona görə ki, bu dəyişiklik məsələsi həm texnikanı dəyişmək məcburiyyətində qalmışdıq. Ona görə xalçaçılarla bir neçə dəfə işləyəndən sonra başa düşdük ki, alınmayacaq belə bir şey eləmək. Ona görə bu nəinki dizaynı dəyişilirdi. Bu xalçanın toxuma stilini də demək olar dəyişmək lazım idi. Ona görə bu moment çətindir. Ona görə məcbur oldum ki, özüm də biraz öyrənim toxumağı ki, başa düşüm bu proses necə baş verir. Bir il ərzində ənənəvi toxuma sənəti üzərində dəyişiklik etməyə çalışan rəssam nəhayət öz istəyinə nail olub. 2006-cı ildən beynəlxalq sərgilərə qatılan Faiq Əhmədin bu vaxta qədər Moskva, Berlin, London, Paris, Honkonq kimi şəhərlərdə əsərləri nümayiş olunub. Bu əsərlərdə diqqəti cəlb edən ən böyük məqam isə rəssamın fəlsəfi fikirlərinin xalça üzərində məntiqi təzahürüdür. Ümumiyyətlə, yeni başlamaq üçün yenidən hər şeyi bozub, təzədən yeni bir, belə deyək, boşluq görüb, ondan sonra başlamaq lazımdır. Burada iki dənə simvol var. Birincisi o yeniləmək, ikincisi də ki, bu sarı olmağı nəyə görə? Ona görə ki, sarı rəng budizmdə deməli, ölüm rəngidir və eyni zamanda yenilənmə, yəni yenidən doğulma simvoludur. Yəni ki, bu tamam yenilənir. Və burada yenidən də təzədən eyni xalça da ola bilər və yaxud yeni xalça ola bilər və yaxud məsələn xalça olmaya da bilər. Hazırda İtaliyanın paytaxtı Romada dünyanın ən böyük müasir incəsənət muzeylərindən biri sayılan Roma Müasir İncəsənət Muzeyində fərdi sərgi təşkil etməyə hazırlaşan Faiq Əhməd incəsənətdə yeni istiqamətlərdən olan video installyasiyalar üzərində çalışır.